Biz indi sizinlə Hidayət İbrahimovun yaratdığı dəstədeyiz. Batareyada, ilk minomyotçular batareyasında. Məsələ, yoldaşların dediyinə görə də elə bu batareyanı yaradanlardan biri Hidayətin özü olub, onun təşəbbüsü ilə yaranmışdır. İndi Hidayət aramızda yox, həlak olubdur Hidayət. Qəhrəmancasına, vətən uğrunda, torpaq uğrunda. Konkret olaraq indi mən sözü həmin bu batareyanın, bu dəstənin üzvlərinə verəcəm. Qoy onlar özləri, öz komandirləri haqqında, öz xatirələrini, öz fikirlərini söyləsinlər. Azərbaycan Milli Ordusunda ilk dəfə olaraq minomyot batareyasının əsasını yaratmışdı. Bu da əlbəttə tarixə düşən faktdır. Şəxsən Fərrux əməliyyatında, Qazancı əməliyyatında, Sırxavət Kişan əməliyyatında deyərəm ki, Şirin Mirzəyevlə yanaşı həmin o qalibiyyətlərin əldə edilməsində Hidayətin çox böyük xidməti olmuşdur. Hidayət olmasaydı bəlkə də bu uşaqların yarısı yoxdur. Çünki orada bizi mühasirəyə saldılar onlar. Mühasirəyə salandan sonra Hidayət oradan az bir itki ilə o ordunu oradan çəkib demək gətirdi bura. Ermənilərin hücumuna. Bəli. Bəli, mühasirədə qalan vaxtı. Sonra gəldi, onun interesli yerişi vardı. Dayı dedi, sən qorxmayın, nə qədər ki bacın oğlu buradadır, ermənilər bir şey eləyə bilməz. Hər cür demək döyüşün taktikası, bütün silah, hansı bir silahı gətirsən gətir, demək ustalıqla Hidayətin o silahdan baş çıxır. Çox gözəl bir insan. Mən arzu eləyərəm ki, bütün Azərbaycanlı oğlanları, Hidayət qeyrətlə vursunlar. Hidayət su cəhət olsunlar. Meşə, Çingiz kimi, bax belə vuruşlarda çəkirlər ki, görək orada milli məsələn qəhrəmanlıq. Hidayət milli qəhrəmana layiq oğlan. Dayan, görürsən, bax o erməninin orada kömlanıb, dağın başı Fərrux dağının. İndi sən oranı gözlə. Hidayət onu elə məharətlə, elə ustalığına atsa, at ki, düşmənin mövqeyini darmadağın elədi. Ondan sonra mən onun alının arasını öpdüm, dedim Hidayət sağ ol, halal olsun ki, səni kimi oğlanlar Azərbaycan xalqı yetişdirir. Xəvənddə uşaqlar mühasirəyə düşdülər. 150 nəfər özündən başqa Hidayət Xəvənddən çıxartdı mühasirədən. Çətin də olsa. Ölənimiz, yaralanımız da Hidayətin sayəsində olmadı. Hamısı gördüyünüz uşaqlar yanımızdadır. Mən sizə demək istəyirəm ki, Hidayətin milli qəhrəman olmasına artıq təqdimat verilibdir. Hidayət ona yaraşır. Hidayətin adına fond yaradılıbdır alayda. Dərin bizim ordumuzda onun kimi ürəkli. Fərruxda erməni bizi dağın başında qoymur. BTN puşkasının nətə vursa erməni para olur. Elə oğlan idi. Hidayət kimi sonra aksiyon oldu. Hidayət elə bir döyüşçü idi ki, onun adını deməklə yox, çəkmək, onun döyüşün gərək vaxtına gəlib çəkmək lazım idi, gücəyizdir. Onun vaxtında gəlmək lazım idi, gücəyizdir. Mənim sözüm olur. deməli Hidayətin yolunda davam etdirməlidir. And içir ki, Hidayətin qanı yerdə qoymayacaq, onun qanını alacaq. Çok oldu ya. Tam çok